Mən Əlizadə Nüsrət Həmduoğlu, hal-hazırda Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin əməlçi mühasib ixtisası üzrə təhsil alıram. Torpaqlarımızın bütövlük uğrunda gedən aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşam. Mərkəzdə əldə etdiyim bilik və təcrübə həm əmək bazarına uyğunlaşmağımda, həm də özümü bu sahədə daha inamlı hiss etməyimdə mühüm töhfə verib. Təhsil aldığım müddət ərzində mərkəzimizin dəstəyi və yönləndirilməsi ilə bir sıra təlimlərdə iştirak etmişəm. Bu təlimlər İqtisadiyyat Nazirliyinin tabeliyində olan 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil İnkişafı Fondu və Coursera şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Bu təlimlər çərçivəsində data analitikaya giriş, biznesin təhlili və prosesin idarə edilməsi, tez mühəndislik əsasları, giriş və tətbiqlər, biznes strategiyası və sahibkarlıq üçün dizayn düşüncəsi kimi müxtəlif istiqamətdə biliklər əldə etmişəm və təlimləri uğurla başa vurmuşam. Bu təcrübələr həm şəxsi inkişafımda, həm də gələcəkdə karyera planlarımda mühüm rol oynayır.